harda olsaq da fərqi yoxdur. Əsas olaraq oturub buradan xəbərlər oxuyacağam, gündəlikdən xəbərlər var. Bir çox insan məndən soruşur ki, Rəşad, sən gündəlik belə nələr eləyəcəyimi necə bilirsən? Mən bunu əvvəlcədən, bir həftə əvvəlcədən kalendarımı hazırlayıram. Yəni, mənim bütün günüm kalendara uyğun şəkildə keçir. Kalendarda yazmışam hər saat ki, nələri eləməliyəm. Məsələn, səhər saat 8-dir, 8-dən 9-a qədər nə eləməliyəm, 9-dan 10-a qədər nə eləməliyəm, yazıram. Ondan sonra telefonda təzən qeyd edirəm ki, bəs elədim, nəyi yaxşı eləyə bilərdim, nəyi də eləyə bilmədim və yaxud ümumi olaraq belə özümə feedback verirəm. Və günün sonunda da günün bir dənə axırıncı belə nələr elədim, onları yazıram. Yəni, ən azından gününüzü də planlamaq istəmirsinizsə, çünki biraz çətin olur saatları hər dəfə yazmaq, amma ən azından həftəlik planlama eləyə bilərsiniz. Deyə bilərsiniz ki, məsələn, bugün mütləq bunu bitirəcəm və s. Belə eləyə bilərsiniz. Belə gününüzü planlayanda gününüzün dəyərini bilirsiniz ki, yəni bugün doğrudan da nələrsə eləmişəm mən, yəni gün boş-boşuna keçmədi. Ondan başqa isə hal-hazırda indi xəbərləri oxuyacağam. Gündəlik bir neçə dənə işim var, onları həll eləyəcəm telefondan.